Britaniyanın Devon şəhərində 22 yaşlı bir gənc bir neçə yemək yarışında iştirak etdikdən sonra xəstəxanaya yerləşdirilib. Yenavaz.com xəbər verir ki, bu barədə Mirror qəzeti məlumat yayıb. 2 gün ərzində bir neçə kiloqram ət və balıq, həmçinin 38 ədəd toyuq nageti yeyib. Yarış zamanı restoranlardan birində o 36 dəqiqə ərzində kartof qızartması və soğan halqası ilə 2 kiloqram büftek yeyib. Səhəri gün özünü pis hiss etməsinə baxmayaraq o yenidə yarışda iştirak edib və bu dəfə 2,5 kiloqram balıq və çips yeyib. Bundan sonra onun vəziyyəti sürətlə pisləşib, qarında şiddətli ağrılar hiss edib, ürəyi bulanmağa başlayıb və temperaturu 39 dərəcəyə yüksəlib. Dostları onu xəstəxanaya çatdırıblar və həkimlər onun mədəsində külli miqdarda həzm olunmamış qida aşkar ediblər. Tibbi yardım göstərildikdən sonra Britaniyalı evə buraxılıb. Lakin o elə həmin axşam başqa bir yarışda iştirak edib və 39 toyuq nageti, böyük bir porsiya çips və desert yeyib. O uğursuz təcrübələrinə baxmayaraq yarışlardan geri çəkilmək fikrində olmadığını bildirib.